Tünzalə Qabil qızı Ağayeva 1976-cı ildə oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirəndən sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına Musiqi Texnikumunun fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyev adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Tünzalə Ağayeva hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə "Sən o deyilsən" adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun birinci albomuna daxil olub. 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan Bakı Payızı Festivalının qalibi olur. Ukraynada Yalta 2003 Beynəlxalq Musiqi Müsabiqəsinin Grand Prix mükafatçısı da olur. Xalq artistinin bəstəkar Vaqif Gərayzadə haqqında fikirləri birmənalı qarşılanmayıb. Stat: Sənətə gəlməyimdə ancaq özümə və atama borcluyam. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb fikirləri etiraza səbəb olmuşdu. Atası Qabil Ağayev də qızının fikirlərini təsdiqləmişdi. Stat: Tünzalə Ağayeva bir müddət pedaqoji fəaliyyətlə də məşğul olub. Bir neçə il müəllim işləyib. Müğənni müsabiqələrin birində onun musiqiyə ədəbiyyatın gətirdiyini deyib. Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o həyat yoldaşından ayrılıb. Şəxsi həyat haqqında çox danışmağı sevməyən müğənni ayrılığı ilə bağlı müsahibələrin birində belə deyir. Stat: Onun dəstəyini heç vaxt dana haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis deyə bilmərəm. Hər birimizin xətası var. 7 il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, bu demək deyil ki, biri yaxşı, digəri pisdir. Birinin beyni inkişaf edir, digəri yerində qalır. Məndə də belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın 2 yaşı vardı. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. 2-3 il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, hər şey gözəldir deyirdim. Efirdə ağlamağı bacarmıram. Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Albomlarım uğur qazanırdı. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. O illərdə Tünzalə Ağayev ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O evladımın anası, ömürgün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda tamamilə qırıldım. Statın sonu. Tünzalə Ağayeva hazırda funk və blues elementləri ilə pop, caz, xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir. O 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2019-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Məşhurluq axtarışında olan insanların bir çoxu adlarının karyeralarına təsir edib etmədiyini düşünür. Bəziləri üçün ad sadəcə bir etiketdir, digərləri üçün isə uğurun açarı ola bilər. Tarixdə bir çox tanınmış şəxs doğulduqları adlarını dəyişərək şöhrət qazanıb. Bəs görəsən, ad dəyişikliyi həqiqətən də uğura aparan yolda vacib bir amildirmi? Bizim şou biznesdə də uğur qazanan sənətçilərimiz var ki, əsl adları başqa, səhnə adları isə başqadır. Nəfəs, Günel Məmmədli, Röya, Röyalə Nəcəfova, Bahar Lətif qızı, Samirə Şahverdiyeva, His, Röya Məmmədova, Azərin, Anaxanım Tağıyeva, Damla, Məsumə, Xatun, Nərgiz, Reper Qurd, Fərid Eminov, Ayan, Samirə. Məşhur olmaq üçün adınızı dəyişmək mütləq deyil. Amma bu, müəyyən hallarda uğur qazanmaq üçün strateji bir addım ola bilər. Əsas məsələ istedadınızı inkişaf etdirmək, düzgün imkanları dəyərləndirmək və daim irəliləməkdir. Ad yalnız bir vasitədir. Əsas olan isə sizin kim olduğunuz və nəyi bacardığınızdır. Tünzalə Qabil qızı Ağayeva 1976-cı ildə oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirəndən sonra təhsilini Gəncə şəhərində
Qəmbər Hüseynli adına Musiqi Texnikomunun fortepiano sinfində davam etdirib. O həm də Üzeyir Hacıbəyev adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Tünzalə Ağayeva hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə "Sən o deyilsən" adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun birinci albomuna daxil olub. 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan Bakı Payızı Festivalının qalibi olur. Ukraynada Yalta 2003 Beynəlxalq Musiqi Müsabiqəsinin Grand Prix mükafatçısı da olur. Xalq artistinin bəstəkar Vaqif Gərayzadə haqqında fikirləri bir mənalı qarşılanmayıb. Stat: Sənətə gəlməyimdə ancaq özümə və atama borcluyam. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb fikirləri etiraza səbəb olmuşdu. Atası Qabil Ağayev də qızının fikirlərini təsdiqləmişdi. Stat: Tünzalə Ağayeva bir müddət pedaqoji fəaliyyətlə də məşğul olub. Bir neçə il müəllim işləyib. Müğənni müsabiqələrin birində onun musiqiyə ədəbiyyatın gətirdiyini deyib. Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o həyat yoldaşından ayrılıb. Şəxsi həyat haqqında çox danışmağı sevməyən müğənni ayrılığı ilə bağlı müsahibələrin birində belə deyir. Stat: Onun dəstəyini heç vaxt dana haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis deyə bilmərəm. Hər birimizin xətası var. 7 il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, bu demək deyil ki, biri yaxşı, digəri pisdir. Birinin beyni inkişaf edir, digəri yerində qalır. Məndə də belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın 2 yaşı vardı. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. 2-3 il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, hər şey gözəldir deyirdim. Efirdə ağlamağı bacarmıram. Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Albomlarım uğur qazanırdı. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. O illərdə Tünzalə Ağayev ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O övladımın anası, ömürgün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda tamamilə qırıldım. Statın sonu. Tünzalə Ağayeva hazırda funk və blues elementləri ilə pop, caz, xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir. O 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2019-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.